Selamun aleyküm. Aleyküm selam. Ölen insan öldüğünü necə başa düşür? Sağ olun. Təşəkkür eləyirəm suala görə. Ölen insan öldüğünü necə başa düşür? Hazreti Peygamber sallallahu aleyhi ve sellem insanın ruhu insanın bədənindən çıxandan sonra neler baş verir? O barədə çox hədislər buyurub. Həzrət buyurur ki, ruh elə ki ruh bədəndən ayrılır, ruh baxır öz meydinə. Yəni cisimdən çıxan kimi o bərzəxə getmir. Ruh baxır öz meydinə. Görür ki, ağlaşırlar. Cəmaət yığıldı. Apardılar, onu yudular. Qusul verdilər. Onu kəfənə bükdülər. Onu cənazəyə qoydular. Onun namazına durdular. Cənazəni qaldırdılar, apardılar. Gətirdilər qəbristanlığa, qəbrin ayaq tərəfindən onun baş hissəsini saldılar qəbrin içərisinə. Qoydular qəbrin içərisinə, üstün örtdülər. Üstün örtəndən sonra cəmaət qayıtdı. O da istəyir qayda. Görür qayda bilmir. Onda yuxudan ayılır. Başa düşür ki, ölən bu imiş. Onda qəflətdən ayılır. Həzrət Əli əleyhissalam Nəhcül Bəlağədə buyurur ki, insan dünyada nə qədər yaşayır, o hələ yatıb. O ki öldü, onda ayılacaq. Biz hələ nə qədər dünyada varıq, biz yuxu içindəyik. İnsan inana bilmir ki, hər dəfə o eşidəcək kiminsə ölməyə xəbərin. Qəlbində budur ismindən tapıb. Ki, filan kəs rəhmətə getdi. Allah rəhmət eləsin. 3-i, 7-si, 40-ı ili də qarışdı torpağa, oldu torpaq. Amma fikir eləmir, mənim də barəmdə var belə bir şey. Bu sabah mənim yaxamı tutacaq. İnsan buna inana bilmir. Ona görə insan qəflət içərisindədir. Həyat 3 cürdür. Dünən ələ düşməyən bir gün tarixdə qaldı. Sabah o bir arzudur. Ola bilər ayılmayam. İnsanın əlində olan, qənimət olan bu gündür. İnsan bu günləri gərək istiğfar eləyə. İnsan bu günləri Allahla danışa. İnsan həyatında olan günahlardan peşiman ola. İstiğfar eləyə, tövbə eləyə, Allahdan bağışlanmaq istəyə. Ola bilər ki, sabah mən üçün olmasın. İstiğfarsız bu dünyadan gelməyib. İnsan gərək bunu başa düşə. Növbəti sualımıza baxaq. Cavanşir Həbibi